Hər kəsə salam. Atomun həyəcanlanmasına aid belə bir sualın izahına baxaq. Həyəcanlanma zamanı karbon və xlor üçün hansı elektron keçidləri mümkündür? İlk olaraq biz həm karbon üçün, həm də ki, xlor üçün elektron konfigurasiyasını yazıq. Karbonda 1s2, 2s2, 2p2, xlorda 1s2, 2s2, 2p6, 3s2 və 3p5 olur. Ümumiyyətlə, həyəcanlanmaq üçün 2 şərtimiz var. Bir, elementin boş orbitalı olmalı və cüt elektron olmalıdır. Hər birini orbitallar üzrə yerləşdirək. Bizə ən əsas son hissə lazımdır. Son konfigurasiyamızda orbitallar üzrə yerləşdirsək, görürük ki, karbonun boş orbitalı var və cüt elektronu da var. Cüt elektronu varsa, həyəcanlanma zamanı bu cüt elektronla biri gəlir bunun boş orbitalına. Yəni burada S-dən P-yə doğru keçid baş verdi. İndi xlor üçün ən son hissəyə orbitallar üzrə yerləşdirək elektronları. 3p5, P-də 3 orbital var. Hər ilk olaraq tək-tək yerləşdirək elektronları, sonra da cüt 5 dənə elektronu yerləşdirdik. Çünki burada 5 elektron var. Həmçinin xlorda D yarım səviyyəsi də var ki, o boşdur. D-də isə biz bilirik ki, D yarım səviyyəsində 5 dənə orbital var. Demək, xlor da bu qaydaya tabi olur. Onun həm boş orbitalı var, həm də cüt elektronu var. Və həyəcanlanma zamanı təbii ki, ilk olaraq P-dən D-yə keçir. P-nin cüt elektronları təklənəndən sonra S-dən D-yə keçə bilər. Bizdə ilk olaraq təbii ki, D-yə ən yaxın olan hissanın hansıdır? 3p5-dir, yəni P yarım səviyyəsidir. P-nin cüt elektronlarından biri gəlir, keçir D-yə. Demək, biri gəldi. Onda bunu silirik. Bu artıq keçdi. Tək qaldı. Sonra keçirik növbəti cütə. Bu dəfə də P-nin yenə digər elektronu gəlir D-nin boş yarım səviyyəsinə. Burada da bir elektronumuz oldu. Yenə bu cütün biri getdi. Bunlar qaldı, görürsünüz. Bu da təkdir, bu da təkdir, bu da təkdir. İndi baxırıq S-ə. S-də də görürük ki, cüt elektron var. Həmin o elektronlardan biri də gəlir yəni D-nin boşuna. Və bunu da silirik. Bu da qaldı tək. Artıq və yəni onu gətirib buraya yazırıq. Cütlər bitdi. Yəni biz artıq tək elektronlara toxuna bilmərik. Yalnız cütlər boş orbitallara gəlir. Yəni xlorda həm P-dən D-yə keçid baş verdi, həm də S-dən D-yə. Buna uyğun olaraq cavabımız Y olur.